Salam, necəsiz? Deməli, mən bir video çəkmişəm, bir vlog çəkdim. Onu hazırladım, montajını da etmişəm, hazırdır. Amma onu paylaşmayacağım, hələ ki bu həftə paylaşmayacağım. Bu videonu paylaşmaq istəyirəm. Deməli, Crescent Mall-a getmişdim mən. Olivia da onun içərisində olduğu üçün, Olivia kosmetik məhsullar satılan yer. Orada da endirimlər eşitmişdim ki, var. Deməli, oktyabrın 31-nə qədər endirimlər davam edəcək oradan. Deyim sizə ki, bəzi məhsullar var idi, 70%-ə qədər endirim idi, bəzi məhsullar var idi, 50% endirim idi. Nəysə, yaxşı endirimlər var idi. Mənim də bəzi kosmetik məhsullarım bitmişdi. Deməli, bəzi məhsul, daha doğrusu kosmetik yox, bəzi baxım məhsullarım, həm də kosmetik. Bir-iki şey bitmişdi. Elə endirimdən yararlanım dedim, gedim alım. Nəysə, getdim, aldım. Bugün indi həm o aldıqlarımı göstərmək istəyirəm. Onunla birlikdə bütün kosmetik, nə bilim, makyaj məhsullarımı da dedim, çəkim göstərim. Çünki bilmirəm, hiss etmisiniz yoxsa yox, fikir vermisiniz ya yox. Mən çox makyaj etməyi sevmirəm. Üzümə də yaraşdığını düşünmürəm açığı. Sözün düzü, belə üzümə də çox yaraşdığını düşünmürəm. Ona görə də çox vaxt deməli, nüd rənglərdən istifadə edirəm. Mənə maksimum yaraşan odur. Nəysə, uzun sözün qısası. İndi işıqlandırmanı da edim, hazırlayım. Sonra da məhsulları çəkim. Baxın, həm Olivia'dan dünən nələr aldım, həm də ki, ümumiyyətlə, mənim maksimum makyaj məhsullarım nədən ibarətdir? Deməli, Olivia'dan aldığım məhsullarımı göstərim. Bir nəmləndirici kremim bitmişdi. Mən su bazlı alıram həmişə. Çox qəşəngdir bunun. Su bazlı alıram çünki mənim dərim çox həssasdır, çox həddindən artıq qızartılar olur məndə. Mən mütləq su bazlı gərək nə işləsəm, hətta tanaynilərim də deməli su bazlıdır. Bunu aldım, qutusu da belədir. İşlətdim də çox yaxşıdır. Sonra paçi aldım bir dənə. Paçi, deməli bu paçini mən şişkinliklər olur bəzən. Hər gün yox, bəzən səhər oyananda görürəm ki, şişkinliklər var. Bəzən gözümün altında qaraltılar olur, bəzən də olmur. Nəysə, əsasən şişkinlik üçün mən paçi istəyirdim. Deməli, şişkinlik üçün olanı aldım. Bir dənə gündəlik üçün özüm istifadə etdiyim, yəni mənim öz dodağıma düşən, üz rəngimə düşən bu pamadan aldım. İndi açacağım. Bir dənə əl kremi aldım, avokadolu. Çünki əlimdə, mənim bütün dərim həssasdır. Əlimdə də mütləq gərək deməli, allergiya verməsin. Çünki elə kremlər var, əlimə sürtürəm, amma səpkilər başlayır. Misal üçün, üzümdə allergiya verəndə səpki olmur. Məndə üzümdə qızartılar olur, belə lopa-lopa qızartılar olur. Sonra keçir, amma ki, haradasa 10-15 dəqiqə bir də belə qaşınma hissi gəlir. Ona görə də mən mütləq su bazlı alıram. Əlimdə isə səpkilər olur, allergiyalı. Bu da əl kremimdir. Seni də göstərdim, bilmirəm. Bu da rozlu, yəni çəhrayı rəngi çox olan mən çenilərdən istifadə edirəm. O da bitmişdi məndə. Bunlar mənim, deməli, bunlar mənim gündəlik üçün aldığım, deməli, makyaj məhsullarımdır. Bunlar isə baxımlarım, bu ikisi də baxımlarım, üçü baxımlarım. İndi qoy mən elə çəkim, buradan görünsün. İndi mən sizə, deməli, makyaj məhsullarımı göstərmək istəyirəm. Bu, deməli, aldığım, dünən Olivia'dan aldığım pomadadır. Rəngi belədir. İndi bilmirəm, burada necə düşür, amma inşallah istifadə edənə görəcəksiniz. Yəni, açıq rəngdir. Sonra, deməli, bir mənim bu Chanel pomada. Az qalıb uşayım. Deməli, budur, bundan eynidir. Deməli, bu Chanellərimi ümumiyyətlə mən toylara, müvəccələrə istifadə edirəm. Gündəlik üçün istifadə etmirəm. Bu pomadalarımdır. Xoşuma gələn rəngləri həmişə stoklayıram. Bu da Chanelin bir pomadasıdır. Deməli, göstərim, bu belə altdan açılır. Görürsünüz, bu da bilinməyən rənglərdir. Haradasa demək olar ki, bir-birinə oxşayan eyni rənglərdir. Bunu isə mən gündəliyə də istifadə etmişəm deyə. Baxın, ucu bitmək üzrədir. Bunu da kisdən sürtürəm ki, tamam dibinə qədər daş salım başına. Çünki çox sevdiyim rəngdir. Sonra, deməli, bu biraz tündür. Amma yenə də istifadə etmişəm də.
Bu da, yəni Chanellərimi görsəniz bilin ki, onu gündəlik istifadə etmirəm mən. Bunları mən ancaq gəzməklərə, yəni ki, gecə məclislərinə istifadə edirəm. Sonra bu mat, bu da Chanel, deməli matdır amma. Yəni belə ki, stiçkalıdır, amma sürtəndə belə şey olur, sulu kimidir, amma sonra matlaşır. Bu da mat pomadadır. Bunun da rəngini görürsünüz. Hamısı bir-birinə oxşayan rənglərdir. Sonra bu mənim dırnaq lakımdır Chanel'dən. Göstərim. Dırnaq lakımdır. Mən çox bəyənirəm bu rəngi, amma gündəliyə təbii ki, istifadə etmirəm. Və biraz istifadə etmişəm, çünki gündəlikdə də mən daima deməli dırnaqlarımı çəkmirəm, çünki namaz qılıram. Ona görə alınmır məndə bütün gündəlik dırnaq lakı, dırnaq boyası daha doğrusu. Sonra bu da Chanel'in duşudur. Bundan 2 dənə varımdır, çünki çox bəyəndim, stoklamışam. Bu Chanel'in duşudur, bir dənə də stoklayıb almışam. Tonallimdir mənim, su bazlı. Baxın, burada da nəmləndiricim də məndə su bazlıdır. Bu da su bazlıdır. Bu da stoklayıb ikincisini çox bəyənmişəm. İkincisini almışam. Bu da ondandır. Eyni, yəni rəng eyni tərkibdir. Sonra bunlar da Chanel deməli pomadalarımdır. Chanel, deməli bu konsilerimdir, bu da Chanel'in konsilerimdir. Bunu da mən deməli gözaltı üçün istifadə edirəm, danışaram indi. Sonra bunlar rumyanalarımdır mənim. Deməli bu rozvoy, mən tenlər çəkib rozvoy rumyana sürtürəm. Sonra korичневый çəkəndə də deməli rozvoları falan toylara, korичневları isə veçer arasında. Bu da korичневысıdır. Rəngini qoy açıb baxın. Bu da belə rəngdədir. Sonra hamısını istifadə etmişəm. İndi bu pomadalardan deməli mən başqa yerlərdən də deməli gələndə almışam. Sonra yoldaşım bir yerə getdi və mən istədim ondan. Nömrələri dedim aldı, amma başqa rənglər çıxdı. Deməli artıq model dəyişib deyəm, forması dəyişib deyib başqa rənglər çıxdı. Bunu isə yoldaşım özü alıb. Bu daha bir tünd rəngdir. Nude rəngdir, amma çox tündür. Ona görə bunu sözün düzü hələ istifadə etməmişəm. Bunu yoldaşım özü mənim üçün bəyənib, alıb. Bunu hələ istifadə etməmişəm. Risk eləməmişəm hələ, bilmirəm üzümə necə düşəcək, yoxsa yox. İstifadə etməmişəm. Sonra bunun rənginə baxın. Bu mən istəyən elə, mənim özümün istədiyim rəngdir. Almışam. Bu heç, yəni budur. Baxın, göstərim, budur. Bu budur, eyni. Eyni rəngdir. Bunu uca kisdən dedim, dedim kisdən qutarıram, uca kisləyirəm, kisdən çəkirəm. Bu budur. Bu isə roz olmalıdır. Yox, bu da elə mən istəyən rəngdir. Belə. Biraz mənim çəkdiyim, azca tündüdür. Yəni maksimum tündüm, yəni budur da. Sonra buna baxın, görün bu hansı rəngdir. Bu isə bunu deməli yoldaşım gələndə bir onu mənim üçün özü bəyənib alıb. Bunu da tövsiyə ediblər ki, bəs yaxşıdır da, yəni bu da qəşəngdir, bu yeni şeydir, yəni nömrədir. Prosta ki, bu görün, roz olsa necə tündür. Yəni bunu sürtəndə, nə bilim, valla necə olacaq mənə. Bunu da heç istifadə etməmişəm. Yoldaşım da rozları sürtəndə, bu dodağına da bunu sürtlər. Bu da yaxşı olar. Görəydi indi. Heç, amma prov eləməmişim. Daha doğrusu, gərək toya falan mən ancaq gündəliyə elə rozlu eləyə bilmərəm. Gündəliyim üçün tonallim budur, NYX'in tonallisidir. NYX'in deməli konsileri. Bu niyə bağlıdır?
Çünki deməli, baxın bu da bağlıdır, bu da. Çünki gündəlik üçün işlətdiyim orada açıqlarım var. Bunlar isə stokladıqlarımdır. Ona görə deməli, bunları hələ zapas bunlarla bir yerdə kosmetiçkaya qoymuşam. Çünki orada istifadə edirəm. Açıqlarım var ona görə. Deməli, hər halda fikir verdiniz ki, mənim makiyaj deməli, məhsullarımın çeşidi çox azdır. Yəni, mən rumiana, tonalni, konsiler, sonra pomada, tuş, bunlardan istifadə edirəm. Bir də ki, tin. Yəni, çeşid azdır məndə. Mən həmişə bunlardan istifadə edirəm. İndi, nə bilim, altdan bu bazanı vur, üstdən nə bilim, nəyi vur, sonra bunu fıskır taxır da, bunu neynə, nə bilim, sabitləşdirici, nə bilim, neynəyəcək, hamısı boş şeylərdir. İnanın mən hamısı boş şeydir. Onların heç biri, bütün professionallar da belə deyir, mən həmişə xarici kanallarda da görürəm ki, deyirlər ki, bunların hamısı boş şeydir, heç qətiyyən lazım deyil və dəriyə, yəni ki, o qədər siz qat-qat sürtürsünüz, həm üzdə belə gözəl görünmür, həm də ki, yuymaq çox çətin. Siz elə bilirsiniz ki, yuyursunuz, təmizləyirsiniz, amma inanın mənə tam təmizlənmir. Ki, mən buna inanıram və mən həmişə bunları edirəm, bəsdir mənə, yəni. Üz baxımına isə ən vacibi nəmləndirməkdir, üzü nəmləndirmək. Birinci təmizliyidir, dərinin təmizliyi. Bir də nəmləndirməkdir. Mən necə edirəm təmizliyi? Mən onu deyirəm, amma bilmirəm siz necə edirsiniz. Mən bunu edirəm. Soda var, pişevoy soda. O soda çox gözəl, deməli, təmizləyici bir yəni, məhsuldur. Amma siz bunu isti, yəni parda əvvəlcə para vermək lazımdır ki, məsamələr açılsın. Bunu da bilirsiniz mən nə edirəm? Yəni ki, yuyunanda etmək lazımdır. Prosta ki, hər gün insan indi yaxalanırsa, eləyirsə, bunu həftədə bir dəfə edəndə bəs edir də. İndi yuyunanda isti par dəyir, isti su dəyir, məsamələr artıq genişlənir. Axırda isə o pişevoy sodadan qabda götürürəmsə özümlə, başlayıram axırda, mən onu peelingdən əlimi vururam, artıq nəmdir, üzüm də yaş, başlayıram peeling eləmək. Bütün, hətta boynumu, altı, dekolte hissəyə qədər də etmək olar. Ondan sonra da, yəni tamamilə yuyurum, təmizliyim. Yəni suyun altında şarx-haşarda tərtəmizdə yuyuram. Daha doğrusu, tərtəmiz eləyir. Üzümdə heç bir şey qalmır da. Yəni, nəsə narahat eləyən bir şey varsa, həftədə bir dəfə mütəmadi olaraq eləyirəmsə, üzüm həm təmiz qalır ki, mən üz təmizliyinə çox takıntılıyam. Bütün təmizliklər olduğu kimi. Və tərtəmiz eləyir, dərindən də təmizləyir, həm də belə də dezinfeksiya edici bir yəni şey də var onun. Necə deyim, təsiri də var onun. Mənim qızım, böyük qızım, attestat imtahanı verən vaxtı 9-cu sinifdə oxuyanda pandemiya vaxtına düşdü. O maska taxırdı məcbur müəllim yanlarında. Deməli, çölə də çıxanda deyirdilər ki, maskasız gəzməyin, açıq havada qoyurdular, amma yenə də cəmaət qorxurdu çöldə də. Yəni, mənim qızım səhər gedirdi, müəllim yanları vaxtları bilirsiniz də, bir də uşaq axşam gəlirdi evə, bu müəllim yanından ona, bundan ona 3 müəllim yanı dəyişirdi. Bütün gün maskada olurdu. O, dənizin buralarına allergiya verdi o maska. Və mən dedim ki, başla artıq, sən də bu sodaya başla. 2 həftə içində dənizin üzündə, yəni bu dənizdə biraz belə təcili vəziyyət olduğu üçün həftədə 2 dəfə dedim sənə et onu. Dəniz həftədə 2 dəfə edirdi. 2 həftəyə, ikinci həftədə artıq effekt, yəni ikinci həftədə, 3-cü dəfə edəndə artıq bütün nəticəni gördü, tərtəmizdir. İndi mütəmadi olaraq Əsmərdə, dənizdə həftədə bir dəfə mütləq yuyunanda soda ilə mütləq gedirlər. Mütləq sodalayırlar ki, daima üz tərtəmiz olsun, təmiz qalsın. Bu təmizlik vacibdir. Siz necə təmizləyirsiniz, onu mən bilmirəm. Bir də ki, nəmləndirmək. Dərini nəmləndirmək çox vacibdir. Necə ki, biz susuz bədən qala bilmirsə, dəri də nəmlənmək istəyir. Su içmək, daxildən də yəni qida çox önəmlidir. Mən su xəstəsi olduğum üçün su içirəm, qızlarım da çox su içir, oğlum da. Yəni bizdə yoldaşım çayxordur, çox çay sevir. Onu da mən çox təkid edirəm ki, yəni sən biraz axşamlar heç olmasa biraz su iç də. Çünki axşam evdə olur. Onu da yavaş-yavaş ürəyi yanana deyirəm ki, da su iç, ürəyin yanırsa, ürəyi yanmaq üçün çay içmə. Onu da yavaş-yavaş öyrəşdirmişik.
Amma biz çox su içirik. Yəni bizə su tab gətirmirdi. Bidonlarla biz bidon alır yoldaşım. Oradan içirik də qaynanmamış su, amma təmizlənmiş də bidonlarda su alır. O qaynanmamış su nəyə görə deyirəm? O yaxşıdır ki, çünki mineralları ölməmiş sudur da, sveji sudur. Deməli qaynayanda isə bütün minerallar ölür. Yəni onun bədənə belə bir yəni effekti yoxdur onun. Ona görə də belə qaynanmamış bidon suyları içirik biz. Mən bunu qanun halına salmışıq da. Biz quşunda qoyuram kuxnyada, mətbəxdə. Yəni uşaqlar tökürlər oradan, içirlər, ürəkləri yananda. Süzürlər, içirlər. Su içmək çox vacibdir, çox həddindən artıq vacibdir. O da dəriyə çox təsir olur, amma üzdən də nəmləndirmək lazımdır. Mən bu nəmləndirici sözü düzü birinci dəfə istifadə edirəm. Amma ki, çox yaxşıdır, çox bəyəndim. Çünki mən deyirəm də, nə alsam su bazlı. Tanalimdə görürsünüz ki, su bazlıdır. Bunda da var. Bunda çox deyil, amma var. Və allergiya verir də, mənə çox həssasdır dərim. Ona görə çox əziyyət çəkirəm mən bir məhsul alanda. Amma bu isə həssas dərili olanlar üçün heç bir şey. Yəni, nə bir səpki verir, nə qızartı verir, çox yaxşıdır. Hamısını da öz pulumla almışam. Heç biri də reklam deyil, burada deyim. Hamısını öz pulumuzla yoldaşım alıb mən almışam. Yəni belə. Bunları isə Olivia'dan aldıq. İndi bu paçidən isə birinci dəfə istifadə edəcəm. Başqa paçı istifadə etmişəm. İndi bundan isə birinci dəfə istifadə edəcəm. Bunu niyə açmamışam ki mən? Bugün istifadə etməmişəm. Daha doğrusu axşamlar qoyuram, sonra ya da ki səhərlər. Ya mən səhər istifadə edirəm, ya da axşam. Ay bunu açım. Allah, bu necə açılır? Yəni onu demək istəyirəm ki, bir nəmləndirmək vacibdir, bir də təmizlik. Öncə təmizləyib, sonra nəmləndirmək. Təmizliyim də bu cürdür, nəmləndirməyim də budur. İndi bu mənə nə qədər gedəcək? Millisi də çoxdur. Çox gedir məndə. Yəni onu demək istəyirəm ki, hər şey üçün də, yəni misal üçün baxım üçün, məsələn təmizlik üçün, təmizlik də baxımdır. Yəni hər şey üçün də pul xərcləmək vacibdir. Mütləq parikmahara getməlisən, çiskaya gedim, orada baxım elətdirim, bu maskanı eləyim, o maskanı eləyim, yox. Bir də mən nə maska eləyirəm? Deməli, kofe, bal. Kofedən tökürəm bir çay qaşığı da bal. Onu qarışdırıram, sonra başlayıram üzümə təmiz dəriyə, yenə mütləq sodalanmış, təmiz mən təmizləyəm, sodalayandan sonra, təmizləyəndən sonra üzümə çəkirəm, o koriçimi belə maska, belə boş gözlərim qalır. 15-20 dəqiqə saxlayandan sonra başlayıram onu yumağa. Hətta yarım saat saxlamaq olar. Niyə? Çünki qan dövranın kofe sürətləndirir. Balda qidalandırır və bilirsiniz nə olur? Onu yuyandan sonra üzünüz bilirsiniz nə olur? Körpə uşaq kimi. Baxırsınız yanaqlarım qıpqırmızı, elə bil ki, təptəzə doğulmuş uşağın üzü tərtəmiz və belə yanaqları belə cəhrayirəni belə rozbud yanaqlı uşaqlar olur, elə olur. Maskam da odur. Həmişə də onu edirəm. Yəni bunun üçün çox bahalı şeylər, kofedə bizim evdə həmişə olur. Çox bahalı məhsullara, çox nə bilim, bu yəni nəmləndirici kremlərin sözün düzü, indi onu da deyim, məndə Chanel'in mən nəmləndirici kremlərimi qoymamışam. Chanel'in məndə nəmləndiricisi var idi. Deməli, bir də qidalandırıcısı vardı, Pitatini. Onları qoymamışam. Mən deyirəm, nəsə əski gəldi. İndi onları da göstərərəm axırda. Deməli, bir qidalandırıcı Pitatini, bir də nəmləndirici kremi Chanel'in varımdır. Amma onları isə də toydan toya falan deyil. Onlar çünki istifadə olunmalıdır. Və onları isə, necə deyim sizə, daimi istifadə etdim. Qidalandırıcı, yəni Pitatinim demək olar ki, yəni bu axırıncı bir dəfə istifadə edəcəm. Söz utarır, bitir. Bir dəfəlik qalıb. O birisi nəmləndirir. O Chanel'in nəmləndiricisi isə, o isə bir 2-3 dəfəlik qalıb. Bu da qutarırdı deyə bundan aldım. Çünki bahadır da, özünüz bilirsiniz, bahadır. Yəni, ev halında da, ucuz qiymətə də, çox pullar xərcləmədən də baxım olar. İndi, əgər maddi vəziyyətim mənə imkan verməsə, mən bu Chanel'ləri də təbii ki, yəni, bir yuxumda görürəm, almaram yəni. Heç də özümə, heç vecimə də gəlməz, heç mənə pis təsir eləməz. Ay, mən bunu niyə ala bilmirəm, nə bilim, niyə bilmirəm, heç mən vecimə də gəlməz. Mən bunları heç vaxt kompleks eləmirəm özüm üçün. Amma bayaq dediyim kimi, əgər gündəliyə mən makyaj istifadə edən, misal üçün, bax, bunlar var, mənim qızım bunlara əlini vurmur. Qızım universitetə gedir, hər gün o da məni kimi çox az makyaj edəndir. O da hər gün, hər dərsə gedəndə hər gün və makyaj edir. Amma bu Chanel'lərə heç vaxt əlini vurmayıb ki, icazə də vermərəm.
Çünki onun nə Chanel istifadə edən yaşı deyil, nə də ki, necə deyim, qudurtmaq lazım deyil. Yəni mən bu yaşda ailəliyəm artıq, mən yəni 3 uşaq anasıyam. Mən bu yaşda bundan, mən atam evində də bu Chanellərdən istifadə etməmişəm. Yəni o vaxt belə bolluqda deyil idi. Hər şey indi nə istəyirsən var. O vaxt heç belə şeylər də yox idi. Ona görə də heç mən evladıma misal üçün icazə vermirəm ki, bunlara əlini vursun, nəsə bunlardan gündəlik istifadə. Amma halbuki balamdır da. Amma mən deyirəm ki, heç özü də sözün düzü təklif etməyib. Mən də demişəm ki, yəni özü də bilir ki, bu yəni onun yaşına uyğun məhsullar deyil. Sonra isə özü pul qazanar, necə deyirlər, və qiymətini də biləcək, qədrini də biləcək pulunun. Yəni uşaqlara da biraz elə yanaşmaq lazımdır, mən elə düşünürəm. Yəni onu demək istəyirəm ki, Chanel-i də ona görə mən belə deməli alıram ki, az istifadə etdiyim üçün. Amma daimi gündəlik olsa, əsla mən yəni bu qədər pulu makyaj məhsullarına vermərəm. Yəni heç hissə, tək-tək, bir dənə, iki dənə, misal üçün 2 pomadaları dedim, onları yoldaşım belə bir dəfə alıb mənim üçün. Yəni belə tək-tək alınıb deyə adamın belə çox da gözünə görünməyib. Bir də ki, buradan heç bir Chanel-imi mən buradan almamışam. Heç birini. Heç bir bu Chanel-ə aid olan məhsulları, NYX-ləri buradan almışam. Gənclik Molda. NYX-in öz ayrı yeri var. Oradan alıram. Amma Chanel-lərin heç birini buradan almamışam. Həmişə biz aeroportda, deməli, aeroportda Tutu-Free'dən alırıq biz. Oradan almışam. Ətirlərim də elədi. Ətirləri də bir gün çəkərəm, göstərərəm sizə. Ətirlərim də elədi. Buradan ətir aldığım heç yadıma gəlmir. Onu da həmişə aeroportda Tutu-Free'dən alırıq. Çünki orada çox orijinal olduğuna güvənirəm, inanıram və həmişə də orijinal olur. Chanel-lər də elə. Belə indi mən bunu da açım. Qayçı gətirim, açım. Sonra sizə açandan sonra göstərim. Bunu saxlayım, qoyum. Açdım, bunu da göstərim. Bu belədir. Bundan birinci dəfə istifadə edirəm. Bu da 60 dənəli idi deyəsən. Dedi də, belə dedim, 60 cüt dedi, hə. Koreyanın. Koreyanın məhsulları çox yaxşı olur. Onu da sizə deyim. Həm qiyməti belə münasib olur, çox baha olmur. Həm də keyfiyyətli olur. Amma bir də onu deyim ki sizə, yəni Koreyanın məhsulları bu cürədir, o cürədir. Yəni bahalı markası, ucuzlu markası olur. Ona fikir verməyin, çünki bunu deyim. Ayda bu nəmləndiricinin iyindəndir. Möhtəşəm. Çox gözəldir belə qızılı. Çox gözəldir. Bundan birinci dəfə istifadə edəcəm. Onu demək istəyirdim ki, Koreyanın məhsulları, misal üçün, bahalısı, ucuzlusu, onlara fikir verməyin. Çünki onların hamısı, Koreyalılar özləri də deyirlər ki, əslində biz hamısını eyni edirik. Yəni, bahalı da, ucuz da tərkib olaraq əslində hamısı eyni olur. Bir də bu paçilərin qapağını yaxşı sıxmaq lazımdır ki, qurumasın. Deyirlər ki, biz əslində, yəni bahalısı, ucuzlusu, yəni mən internetdə tapıram da, belə videolar baxıram çox. Deyirlər ki, özləri etiraf edirlər ki, yəni ona baxmayın. Ən ucuzlusunu da alsınız, o əla effekti görəcəksiniz. Çox yaxşı effekti görəcəksiniz. Çünki tərkib olaraq əslində eyni, sadəcə deməli marka fərq olur adına görə. Amma bu makyaj məhsullarında fərq var. Kim nə deyirsə, fərq var. Yəni mən bu toyluq məhsullarından istifadə edib toya gedəndə parikmaxırlara gedib makyaj etdirirlər. Onların hamısında mənim üzüm fərqlənir. Niyə? Çünki kaçıstvanda durur. Yəni elitar durur. Yəni onu demək istəyirəm ki, çox elitar durur makyaj. Çox az istifadə edirəm əslində, nə sürtürəm ki, amma çox elitar, çox səviyyə durur. Və məndən soruşurlar ki, makyajını harda etmirsən, ya da ki, deyirlər, yəni özün eləmsən, nəyinə eləmsən, bilirlər. Yəni ki, fərqi var. Amma çox ucuzdur. Heç bilinməyən, yəni makyaj məhsullarını tövsiyə etmirəm. Tanannisi, nə bilim nə, onları tövsiyə etmirəm. Onlardan uzaq durun. Yəni küçələrdə satılanlar var, onlardan uzaq durun. Onlar dərinizi yaman günə qoyur, səpkilər verir. Bu NYX misal üçün münasib qiymətədir, almaq olar. İnanın NYX-də hər qiymətə var.
almaq olur. Tananisi də bu da o konservdir, bu da tananisidir. 2-2 almışam. Bunlar hələ bayaq dediyim kimi təzədir. Çünki gündəliyə də güya da mən belə gündə çölə də çıxıram, belə çöldə sevmirəm. Mən bunu niyə açıb bağlayıram? Nəysə, gündəliyə də çünki istifadə edirəm. Chanel qədər deyil. O dəqiqə fərqi var. İnanın mənə, NYX-dan bunda da fərq var. O dəqiqə fərqi var. Amma yenə də səliqəli durur. Yaxşı durur, yəni səliqəli durur. Amma o küçədə, bacada satılanlardan, onlardan uzaq durun. Çünki onlar yeraltı yerlərdə elə hazırlanır, buraxılır, yəni o lazım deyil. Yox, əgər maddi gücünüz heç yoxdursa, NYX-ə də, nə bilim, bundan da ucuzlu markalar var dükanlarda. Olivia'da bir çox yəni makyaj markaları var idi. Bunlardan da ucuz, NYX-dən də ucuz idi. Var. Elə yerlərdən alın. Qat-qat ucuz. Misal üçün, daha endirimə düşmüşdü. 7 manata Tanani var idi. Və bilinən markaydı. Amma çox bahalı marka deyildi. Yəni, NYX-dən də ucuz idi. Oradan da misal üçün mən ala bilərəm gündəlik üçün. Bax, elə də alın. Amma küçədə falan satılan makyaj şeyləri alın. Onu qətiyyən tövsiyə etmirəm. Qətiyyən. Yaman günə qoyur üzü. Pis günə qoyur. Yəni, çalışın ki, onlardan uzaq durun. Belə, çox danışdım deyəsəm. Başınızı ağrıtdım. Bilmirəm, valla, faydalı sözlər də dedim yoxsa yox. Yəni, faydalı bir məsləhət də verdim yoxsa yox. Amma, nə bilim, aldıqlarımı da, Olivia'dan aldıqlarımı da göstərim. Mən də bu makyaj şeylərimi də göstərim. Bilməm, maraqlı olsa baxarsınız da. Baxsanız sevinərəm. Belə, sağ olun. Deməli, bu qidalandırıcı kremim idi. Bu bir dəfəlik qalıb. Bu isə nəmləndiricidir. Bundan hardasa bir 2 dəfə, 3 dəfə istifadə edəcəm, sonra bitəcək. Bu isə nəmləndiricidir. Belə, bunları da göstərim. Все.